anlaşılır. Demək, bunlarda imanın rukunları var. İmanın rukunları 6 dənədir. Əhl-i sünnədir. Əl-iman billah, Allah'a iman. Və mələikəti, mələklərinə iman. Və kutubihi, kitablarına iman. Və rusulihi, rəsullarına iman. Vəl-yevmil axir, qiyamət gününə iman. Bir də 6-cı nədir? Vəl-iman bil qədər, qədərə xeyruhu və şərruhu. Xeyr və şərrə. Yəni, xeyr və şər, hər ikisi kimdəndir? Yəni, qədərin mənası nədir? Ancaq qədər deyib dəyəmir. Olmaz. Əqiqdən nə cürdə o cür, nə axıra qədərdir, nə? Niyə qədər deyib keçirsən üstündən? Hardan qədər deyib keçirsən üstündən? Xeyr və şər, hər ikisi Allahdandır. Yaxşı, bu bir növ deyir ki, bunların əqidəsi. İndi adamın bir üslubuna baxın, mən deyərdim ki, insan aldatma üslubu, ona görə, yəni, söyləyəm ki, bu adam bəzi yerlərdə qəşən başa düşür. Müəllif yaxşı anlayıb ki, nə deyir. Bəli, nə deyir bu adam? Bu deyir ki, ilk olaraq bu məsələni götürəndə deyir, əhl-i sünnənin bu etiqadlar hamısı Quranda açıq-aşkardır. Aşkar. Quranda ya. Bəhsimiz bu olsa ki, sünnədədir, falan yerdə görürəm. Birinci soruşuram, bir dənə belə bir şey sual verirəm ki, bu iman, mən daha bir kitablarını və s. oxumadım bu altı. Çünki kitab sahibi özü də deyir deyə, mən daha bir Əl-Usul-i Sittə lil-İman, iman haqqında olan məsələn 6 dənə məsələn üsul və s. bunlar ki mövcuddur. Bu daha bir kitablarına məsələ getirmirəm. Məsələn, İmam-ül Hərəmeyn, Cüveyni ki, özü böyük alimlərindəndir. Ki, hətta əşəri alimlərindəndir. Bunun kitabı ki mövcuddur. Əş-Şamil fi Usul-i-Din. Mən bunun müxtəsərindən götürəm. Əl-Kamil fi Usul-i-Din fi İxtisar-ı Şamil fi Usul-i-Din. Ki, birinci cild 34-cü səhifə. Çünki Cüveyninin, İmam-ül Hərəmeynin, yəni bu çünki Məkkədə, Mədinədə yerləşir və s. ona İmam-ül Hərəmeyn də şey deyiləm. Ki, bunun Əş-Şamil fi Usul-i-Din kitabı var, amma nədir? Əl-Kamil fi Usul-i-Din kitabı, məsələn. Bunun özündə, məsələn, bir həmin bu şərtləri və s. sayır, 6 dənə sayır. Əl-iman bil qədər, xeyruhu və şərruhu. Bir. Bunlar rukundur. Rukun bu deməkdir ki, yəni bunlar əsasdır. Bunlardan birini tərpətsən, nə olacaqdır? Aradan getmiş olacaqdır. Yaxşı, birinci sualımız bu olar ki, biz sual verir. Bu 6 dənənin rukun olduğunu hardan götürürüz, arkadaş? Yəni, Quranda belə bir məsələn söz mü gəlib mi? 6 dənədir. Varmı Quranda 6 dənə sözü? Yox, getirəcəksən ki, yox, Quranda iman sözü gəlib ki, bunları iman getirmək lazımdır. Hə, burada bir dənə başqa bir sual meydana gəlir. Çünki özü də sonradan deyir, ha, getirib imamət haqqında demək istəyəndə, billah imamət haqqında ayələr də getirirsin, nə qədər var? Deyəməsə Quranda yoxdur. Nə qədər var, ben necə? Yox, iman əsasıdır, deyir, imandan olmalıdır. Ki, sözü, bir növ deyək ki, bu məzmunda bir sözü var, inşallah o sözünə gələcəm. Yəni, deyir, Allah Əzə və Cəl kitabında heç bir yerdə imamlara vəsilə inanmağı imanın şərtləri arasında qeyd etmir. İmanın şərtləri arasında qeyd etmir. İmanın şərtləri arasında qeyd etmir. Demək, buna görə bir söz imanın şərtləri arasında qeyd olunmalıydı. İmanın şərtləri şeyini Quranda harada getirir Allah Teala ki, iman şərtləri var. Və buyurun bu şərtlərdir. Deyəcəksən, yox, buna alimlər özləri filan yerdə iman sözləri gəlib deyə götürüb. Qədərə iman sözü harada var? İman götürün sözü yoxdur yaxı. İman götürün, iman götürməz və bu söz yoxdur. Hələ bir tərəfdir. Sonra, axı bu ki, Allah Teala sən bu Quran-ı Kərimdən ayələr getirirsən, bu ayələr getirirsən, dediyim kimi, əgər Quran hidayət kitabda hər bir şey bəyan edirsə, yaxşı, hər bir şey bəyan eləyəndə gərək imanın əgər doğrudan da 6 dənə şərti mövcud idisə, 6 şərt idisə, Quran da gərək bunu bir bildirəydi də, harada bildirdi bu Quran-ı Kərim ki, 6 dənə belə bir şərti mövcuddur. Dediyim kimi, uzaq başqa yığmışsınız, amma yığmanın da əsasını getirsəm, ha, hədisdəndir, şeydəndir. Hədisdəndir, adam şeyə gediblər ki, dedim kimi, bilmir, oxuyan yazılın başı çıxmır, istər əhl-i sünnədən olsun, bilmirsə Allahda bilirsən, sonra qədər Allahda bilirsən ki, söz bir dənə, inşallah bilinməz. Bu, prinsipdən yazılan bir şeylərdir. İndi, məsələn, əgər birdən Quran-ı Kərimə biz baxsaq, əgər birdən iman sözü gəlibsə, axı Quran-ı Kərim bəzi yerlərdə ki, həmin o ayəni də qeyd edəm. Məsələn, bir dənə ayədə, amma istəyirsiniz, yəni, deyim kimi, özümüzdə Quran-ı Kərimə axtarır, neçə də mən sadəcə hər bir mövzuya, bu mövzular ki, cavab verəndə, demək olar hazırlaşmalı, bir saat saxlayan vaxtım olur deyə tezbazar bu dəlilləri və s. tapıram, bu miqdarını və illə axtarsan daha çox dəlil tapmaq olar. Məsələn, Quran-ı Kərim deyir ki, Vəllədinə Hədid surəsi 19-cu ayədə. Ki, bu Hədidin 19-cu bu özdə qeyd edir. Amma məsələn, yəni başqa bir ayədə deyir ki, Vəllədinə amenu billah və rusulihi, ulaikə humus siddiqun. Allaha və onun rəsullarına iman getirənlər, onlar siddiqlərdir.
Bunu getirirkən burada çünki buna iman gətirən siddiqlərdir. Demək bu nədir? İman şərti. İmanın şərti sözü burada yoxdur. Açıq-aşkar sözü də yoxdur burada. Yoxdur qardaş. Deyirsən iman gətirən siddiqlər. Bildim bir nəfər dedi ki, mən siddiqlərdən olmaq istəmirəm o böyüklərdən. Mən elə iman gətirim, elə gəlin bir dənə cənnətə bir dənə balaca ayağımı salım girim elə qapının ağzında qalım kifayətdir. Siddiqlərdən olmaq siddiqlər böyük bir məqamdır axı. Düzdür? Ona görə bir nəfər də deyə bilər ki, yox, bu təvil eləmək olur ki, bu Allaha və peyğəmbərlərə iman gətirmək şərt deyil. Şərtliyi bilsən nə demək? Şərt bu deməkdir ki, bu olmayanda iman yoxdur. Yəni kafirsən. Hə yox, şərt deyil, rukun. Çünki bunlar özü şərtdən də əlavə rukun deyirlər. Deyib imanın rukunudur. Rukunu nə mənadır? Çünki ərəbcə gətirən rukun götürür. Rukun bu da əsası dirəkdir. Dirək aradan gedəndən sonra bina çökür. İman çökmüş olacaq. Bir nəfər də deyir ki, yox da bu ayədən görsən budur ki, bu siddiqlərdir. Allaha və rəsullarına iman gətirən. Demək bu imanın ən yuxarı mərtəbəsinə çatmaq üçün olan yoldur. Təvil eləyə bilir. Zuhurdur. Sən dediyin məna ki, bunun ümumiyyətlə şərtdə heç zuhuru yoxdur bu sözün. Bu sözün şərtdə heç zuhuru nəinki nəsdir ya, heç zuhuru yoxdur. Amma qoyuram bir qırağa. Amma sən buna ki, dəlil kimi getirmirsən, bax yox ya. Və şuhada ində rabbihim lahum ecruhum və nuruhum. Rəblərin yanında olan şəhidlərdir, bunların əcri və nuru və s. var. Vəllezine kəfəru və kəzzəbu bi ayatina ulaikə əshabul cəhim. Cəhənnəmə düşənlər kimdir? Bizim ayələrimizi təkzib edənlər. Yaxşı, soruşuram, Allahın ayələrinə iman gətirmək, imanın şərtidir, yoxsa yox? Şərti deyildir sizə görə. Şərtlərindən, yəni, oxudum 6 dənə. Bir də oxuyuram, birdən kimsə deyər ki, yox, ayatı da var. Əl-iman billah, Allaha iman. İman bil mələikə, mələklərə iman. Əl-iman bil kutub, kitablara iman. Əl-iman bil rusul, rəsullara iman. Əl-iman bil yevmil axir, axirət gününə iman. Əl-iman bil qədər xeyruhu və şərruhu. Qədər xeyir və şərri imandandır. Yaxşı, Allahın ayələrinə iman gətirmək var. Deyirsən ki, yox, bunu ona görə demir ki, axı buna iman gətirmək elə əslində peyğəmbərə iman gətirməkdir. Deyirsən, bəs kitablara iman nədir? Kitablara da olsa iman demək, sən peyğəmbərə iman gətirirsən, peyğəmbər qəbul etsən, demək kitabları da qəbul edirsən. Onu niyə şərt olaraq əlavə qoşmusunuz? Niyə imanın rukunu olaraq qoşmusunuz? Qoşmusunuzsa çünki deyirsən Quranda gəlib ona görə. Sən məntiqin burada deyirsən Quranda gəlib ona görə. Eyni götürdüyün ayə ki var dəlil, orada gəlib Allahın ayələrini inkar edən cəhənnəm əhlidir. Yəni adam imansızdır, kafirdir. Kafirin əlaməti budur ki, Allahın ayəsini inkar etsin. Niyə Allahın ayələrinə imanın şərtlərindən bilməmisiniz? Və yaxud da qədir, dediyim kimi, qədir haqqında olan bir ayələr ki var, qədər haqqında olan ayələr ki var, qədər haqqında xeyir və şərin Allahdan olması və s. bu şey olaraq xeyir və şər də Allahdandır. Birinci elə görə xeyir və şər də Allahdandır, yoxsa bu elə ayrı bir şey. Bunun özünü ispat etmək lazım. Bunun heç, nə qədər böyük məzhəblər iman gətirmiş ki, şər özü Allahdan olmuş olsun. Hər bir halda indi danışacağım indi o barədə. Amma yəni buna iman gətirmək sözü də Quranda yoxdur. Niyə bunu gətirib imanın şərtindən saymışsınız? Halbuki Allahın ayələrinə iman gətirmək ki var, bu Quran-ı Kərimdə dəfələrlə istifadə olunan sözdür. Niyə bunu imanın rukununu saymamısınız? Amma qədəri imanın rukununu saymısınız. Bilirsiniz niyə? Çünki imanın rukununu ayə və mütəvatir hədisdən götürməmisən. Sən bir dənə xəbəri vahiddən getirmirsən. Xəbər vahidin nədir? Elə Cüveyni buna görə deyir ki, bir neçə dənə ayə hunaka minəl ədillə alə zalikəl kəsir vəl-kəsir min kitabillahi təala və sünnəti rasulihi. Burada çoxlu dəlillərimiz var bu rukunlara. Bunlardan bir hissəsi kitabdandır, bir hissəsi peyğəmbərin sünnəsindəndir. Çox kitabdan və peyğəmbər sünnəsində 2 dənə dəlilimiz var. Amma hər bir halda. Sonra 1-2 dənə ayələr gətirir. Hətta qədərə gətirdiyi ayə də, bunu gətirdiyi ayə də öyle. İnna kullə şeyin xələqnahu bi qədər. Hər bir şey bir miqdarda yaratmışıq və bir ölçüdə yaratmış ayəsə qədərlə yaratmış. Qədərə aid deyilir. Hələ halbuki bizim dildə tərcümə edən hər bir şey bir ölçüdə yaratmışıq. Yəni bir dənə ölçüsü var. Ha, bunu aparıblar qədərə. İndi hər bir halda hələ gələcəm ora. Amma buna deyəndən sonra da fi hadisil iman anil Faruq Ömər radiyallahu anhu qala beynəma nəhnu culusun ində rəsul. Hə. Bu oxuyanda başa düşürsən. Deyir, hə, Ömərin iman hədisində də gələn budur. Hə, hədisi oxuyandan sonra anlayırsan ki, hə, sən demə hədissə əsasən bunlar söz etdiklər. Həmin o hədisin özünə gedirəm. Tabi onun gətirdiyi ki var. Həmin o dediyim kimi deyir ki, və hadihil usulü siddə. Ömərin hədisini oxuyandan sonra axırda İmam Hərimin deyir ki, və bu 6 dənə həmin o usuldur. Yəni, hədisdə gəlib, Ömərin hədisində gəlib deyərdi məsələ. Hər bir halda deyir ki, hədis nədən ibarətdir? Bəli. Hədis bir neçə, düzdür, nə qədər kitablarında var. Mən getirdim, Səhih Müslimdən olan hədisdir. Deyir, Yəhya ibn Yəmər deyir, Kana əvvəli mən qalə fil qədər bil Basra Mə'bədül Cühəni. Qədəri deyən, ilk qədəri deyən ki, Bəsrədə Mə'bədül Cühəni idi. Yəni, qədəri deyəndən də məqsəd nədir? Qədəri inkar edən. Qədəri inkar edən. Bu bizə lazımdır ya, hələ bu Səhih Müslimin özündəndir. Bu gələcək. Bilsən niyə? Çünki bu adam deyir ki, Quranda falan şey aşkardır, demək onu inkar edən. İnkar edən varsa demək aşkar deyir.
Qədəri özü adam imanın şərti bilir. Qurandan da deyir ki, Quran da bunu açıq-aşqardır, özü nəslə deyir ha. İmamətə gələndə deyir, imaməti inkar edən varsa, demək Quranda nəslə dördə, nəsl olsaydı inkar edən yoxdur yaxı. Yaxşı, qədəri ki, özün yazmışsan ki, imanın şərtidir. Hələ Müslimin hədisi də açıq-aşqar gəlir, deyir ki, özdə Quran-ı Kərimdə hələ o qədər haqqında, sənin dediyin qədər haqqında açıq-aşqar ayə yoxdur, o ayrı bir qırağa. Və sənə görə laf tutan o ayə açıq-aşqarda, axı deyir, axı bunu inkar eləyənlər var, müsəlmanların içindən nə qədər qədəri inkar eləyən mövcuddur. Nə qədər? Deyir ki, ilk deyilən kim idi? Bəsrədə Məbədünül Cühəni idi. Bəli. Bəli. Demək, Müslimə şərh yazan da yazır ki, əvvəlü mən qalə bil qədər mə'nahu, əvvəlü mən qalə binəfiyil qədər. Yəni, ilk qədəri inkar eləyən mənasındadır. İlk inkar eləyən. Fəbtədəə, bu ilə də bidət əhli oldu. Və xalifə savabəlləzi aleyhə əslül haqq. Və haqqın əsli olan o savaba doğru müxalif olur. Və yuqal əl-qədər vəl-qədər lüğətən, məşhurətən. Qədər deyirlər, bu demək əl-qədrdir, bir də qədəri şeylir, ikisini getirir. Bir və ələm bil, ənnə məzhəbə əhlil haqq isbatul qədər. Məzhəbul haqq nədir? Qədəri isbat eləsin. Və mənası budur ki, ənnə Allah təbarək təala qəddərəl əşya fil qədəm. Allah fil qədəm. Allah Teala qədimdən, yəni əzəldən əşyaları təqdir edib, əzəldən əşyaları təqdir edib. Və alimə subhanahu ənəha sətəqa'u fi əvqatın mə'lumə indəhu subhanahu. Və Allah Teala əvvəldən bilirdi ki, bu əşya filan vaxtda baş vermiş olacaq. Və alə sıfatı məxsus, bu məxsus bir şeylə baş vermiş olacaq. Fəhiyyə təqa'u alə həsəbə ma qəddərəha subhanahu teala. Və Allah nə cür təqdir eləyibsə, o təqdir elədiyi cürə də baş vermiş olur. Bu, bunların əqidəsidir. Allah nə cür təqdir eləyirsə baş vermiş olur. Biz nə cür eləyiriksə, Allah bunu bilir, yox, Allah nə cür təqdir eləyibsə o cür olur. Bunların arasında fərq var. Qədər bəhslərində geniş izah eləmişəm, amma bir dənə də qaydaram ora. Hər bir halda. Deyir, fəntələqtu ənə və Hümeyd ibn Abdurrahman el-Himyəri hacceyn əv mu'təmirin fəqulna ləv ləqinə əhdə min əshab-ı Rasulillah fəsəəlnəhu əmmə yəqulu haula fil qədər. Biz həccidən və yaxud ümrədən qaydanda dedik ki, gedib bir dənə Peyğəmbər sahabəsini görsəydik, soruşardıq ki, qədər haqqında nə deyirsiniz? Fəvuffiqə lənə Abdullah ibn Ömər ibn el-Xəttab daxilən əl-məscid. Məscidin içində kimi gördük? Abdullah ibn Ömər ibn Xəttabı ki, bu adam Əhl-i əksər hədislərini nəql edən adamdır. Özü də ki, məlumdur. Bundan əvvəlki bəhslərdə də söyləmişəm ki, Əmirəl-Möminə qarşı olan münasibəti. Hər bir halda fəktənəftuhu ənə və sahibi əhəduna an yamini vəl-axir an şimal. Birimiz sağında, birimiz solunda oturduq. Fəzənəntə ənə sahibi səyəkilul kəlam iləyyə. Elə düşündüm ki, sahibim, yəni dostum deyirkən sən danışdan bu ilə. Mən dedim, ya Əba Abdurrahman, İnnəhu qad zəhərə qibələnə nasun yəqrəunəl Qur'an və yətəqəppərunəl ilim. Deyir ki, bizim yanımızda adamlar var. Onlar Qur'anı oxuyurlar. Qur'anı oxuyurlar. Qur'an oxuyanlardır bunlar. Və bir növdə elm tələb edirlər. Və zəkərə min şənihim. Və onların, yəni, və başladı onların işlərini deməyə, həmin bu şəxs. Ona görə burada şarih yazır ki, bu görsənən budur ravinin sözüdür. Ki, bu şəxs üçün özü danışırdı. Sonra birdən ravi deyir ki, neçə dənə onların işlərini edir. Və ennəhum yəzəmunə ən la qədər. Və bunlar belə düşünürlər ki, qədər yoxdur və ennəl əmrə unufun. İş nə cür baş verir? Elə birbaşa ilə indi baş verir. Yoxsa qədər olsun, əvvəldən yazılsın və yazıldığına görə belə olsun, yox. Qalə, fə-izə ləqeytə ulaqə fə-əxbirhum ənni bəri'un minhum. Abdullah ibn Ömər deyir ki, onları görsən, onları deyən kimi onlardan uzaq bilam. Onlarla, yəni, düşmənəm onlardan bezarlıq eləyirəm. Və ennəhum bura'u minni, onlar da məndən uzaqlı, onlar da məndən bezarlıq eləyirəm. Bir-birimizlə düşməniyik biz. Vəl-ləzi yəhlifu bihi Abdullah ibn Ömər ləv ənə li əhədihim mislə Uhudun zəhəbən fəəntəqəhu ma qabilallahu minhu. Hətta yu'minə bil qədər. Abdullah ibn Ömər and içir ki, yəni o and içir öz adından deyir Abdullah ibn Ömər. Əgər onların Ühud boyda birdən qızılları və s. olsaydı və sədəqə versəydilər, Allah Teala onlar qədərə iman getirməyən qədər onları qəbul eləməzdi. Thumma qal haddəthəni Əbi Ömər ibn el-Xəttab, atam Ömər ibn Xəttab deyib ki, qalə beynəma nəhnu ində Rasulillah, biz Peyğəmbərin yanında idi bir gün. İz tala'a aleyna
Rəculun şədidu bəyad thiyab, bir şəxs çıxdı ki, paltarı ağappaq idi. Şədidu səvad şər, saçı qapqarı idi. La yura aleyhi əsəru səfər, yəni səfərdən gələnə oxşamırdı. Və la ya'rifuhu minna əhəd, bizdən amma heç kim də onu tanımırdı. Yəni şəhər əhli olmalı, amma heç kim tanımır, səfərdən gələndə oxşamır. Hətta cələsə ilə nəbi, peyğəmbərin yanında oturdu. Fəəsnədə rukbəteyhi ilə rukbətey, dizini peyğəmbərin dizinə elədi, sökədi. Və vəda kəffeyhi əla fəxidey və əllərini də qoydu peyğəmbərin, deyir ki, həmin bu budunun üstünə, yəni dizlərinin üstünədir bura. Və qal ya Muhammed, əxbirnə anil İslam. Ey Muhammed, mənə İslamdan xəbər ver. Fəqalə Rasulullah, peyğəmbər buyurdu ki, əl-İslam ən təşhədə ən la ilahe illallah. İslam budur ki, Allaha təkliyinə şəhadət verəsən. Və ənnə Muhammedən Rasulullah, və peyğəmbər onun rəsuludur. Tuqiməs salat, namaz qılasan. Və tu'tiz zəkat, zəkat verəsən. Və təsumə Ramazan, Ramazan ayının orucunu tutasan. Və təhuccəl beyt, və inistətət ilə hesab edir. Və əgər birdən bacarsan, həccə getmiş olasan. Demək, İslam bundan ibarətdir. Ona görə bunlar gəl dedilər ki, İslamla imanın arasında fərq var. Və İslamın şərti budur. Allahın təkliyinə şərt. Qəbul eləyəsən, peyğəmbəri də qəbul eləyəsən, namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucu tutmaq və həcc. Hər bir halda, qalə sədaq, dedi, düzdür. Qalə fə'cibnə ləh. Biz də təcrübələrini necə peyğəmbər deyir, bu da düzdür. Deyir, yəsəluhu və yüsəddiquhu. Ki, sual verir, həm də təsdiqləyir. Qalə fəəxbirnə anil iman, bəs iman haqqında da mənə xəbər ver. Dediyim kimi, ona görə bir dənə buradan bir haşiyə çıxıb təzədən qaydıram. Bunların alimləri deyirlər ki, Ərkanul İslam xəmsə. İslamın rukunları 5 dənədir. Şəhadətən la ilahe illallah və ənə Muhammedən Rasulullah. Yəni şəhadəteyni demək, iqamətsə namaz qılmaq, ita'uz zəkat, zəkat vermək, oruç tutmaq və də həccə getmək. Bunun 5 dənə sayılır. Həmin bu hədisdəndir. Yəni və Ərkanul İman 6-dir. Amma imanın rukunları neçədir? 6 dənədir. Allah'a iman getirməliklərinə, iman kitablarına, elçilərinə və bir də ki, qiyamət gününə və qədərə iman getirmək. Nəyə əsasən də bu? Dedim ki, mən bu hədis əsasən. Niyə? İndiyə qədər saydıqlarım o İslamın və sonradan da özləri açıq-aşkar bu sözü deyir. Ha, bax, alimlərin sözünə deyir ki, yaxşı, İslam ayrıdır, iman ayrıdır. Hədisdə var. Vəl fərq beynəhuma. Fərq budur ki, ənnə ərkanil İslam əmalun. İslamın rukunları əməllərdir və buna cəvarih yerinə yetirən namazdır və s. Amma imansa nədir? Batini bir şeydir, qəlbin işidir. Və ona görə mümkündür ki, şəxs müsəlman olsun, əməlləri zahirdə eləsin, amma qəlbən mömin olmasın. Bizim dediyimiz sözü deyirlər. Niyə? Çünki Hucurat surəsində Allah Teala buyurur: "Qalətil ərab əmennə, qul ləm tu'minu və lakin qul əsləmna." Bədəvi ərəblər deyirlər, iman getirmişik. Allah Teala deyir, iman getirməmisiniz. Sadəcə deyin ki, müsəlman olmuşuq. Və ləmmə yədxulul imanu fi qulubikum. Çünki iman hələ də qəlbinizə daxil olmayıb. Hər bir halda isnad nöqtəsi aradı bu hədisdir. Quran, nə bilim, Quranda açıq-aşkar gəldi, hədislərdə belə gəldi. Qoy bu bir qırağa iddia dalıcandır. Deyir ki, yaxşı, sual verdi ki, yaxşı, onda biz sən mənə gəl imanın da əsaslarını dinə. Yəni, çünki İslamı dedin, İslam nədir? Dedi ki, fəxbir nənil iman haqqında ver. Peyğəmbər dedi, ən tu'min billah, Allaha iman getir. Və mələikəti, mələklərinə, və kutubihi, kitablarına, və rusulihi, rəsullarına, və yevmil axir, axirət gününə, və tu'minə bil qədər, xeyrihi və şərrihi. Qədərə, xeyrinə və şərrinə iman getir. Qalə sədaqtə, dedi ki, bəli, düz deyirsən. Deyir, qalə fəxbirnə anil ihsan, dedi, ihsandan ver, sonra əxbirnə anil sağ, qiyamətdən xəbər ver, bunlar ayrı. Və bunlar deyir ki, "Thumma talaqa", sonra çıxdı getdi, "Fələbistu maliyan." Mən biraz dayandım, belə düşündüm, yəni biraz vaxt keçdi, dayandım. "Thumma qala li ya Ömər", son peyğəmbər dedi, "Ey Ömər, ətədri, mən İsrail sual verən kim olduğunu bilirsən?" "Qulta Allahu və Rasuluhu a'lam", Allah və onun rəsulu bilir. Dedi, "Fə innehu Cibrilu ataakum yuallimukum dinakum." Cəbrail ki, gəlib sizə dininizi öyrətsin. Buna əsas götürürlər. Deyirlər, axı Cəbrail gəlib din öyrətməyə, demək dinin İslamın şərtlərini öyrədir, bir də nə? İmanın şərtlərini. Və bunu bu hədisdən götürürlər. Hədis elə mütəvatir deyil bir qırağa. Sonra adam deyir ki, mənim etiqadım və s. hamısı Qurandan gəlib, Quran hidayət deyildi. Demək ki, Quran hidayətdir. Əgər dini doğrudan da bu öyrətməli idisə, Cəbrail gəlib öyrədəcəkdi və bu cürünə peyğəmbər yanında deyəcəkdisə, elə Quran bunu nazil edirdi. Niyə nazil eləməyib? Niyə 6 dənə imanın rukunun olduğunu deməyib? İman və s. Sadəcə bunu deyəndən sonra hədisə getirmişsiniz Qurandan nə də ayələr tapaq və s. Bununla nədə gətirək məsələni təsdiqləyir. Düzdür, bu kəlamın elə davamı da var. Çünki bu miqdarı da vaxtımızda keçib. İnşallah davamlı da gələcəm. Elə bunun üzərində deyəcəm. Bu hədislər yadınızda olsun və zuhur və mücməl bəhsi də yadınızda olsun. İnşallah o bəhslərə də qayıdacağam. Və sallallahu alə seyyidina və nəbiyyina Muhammed və alə alihi t-tayyibin t-tahirin.